Lənkəranın şəhər daxili küçələrində yollarda yaranan dərin çuxurlar, baş verən deformasiyalar avtomobil sürücülərini narahat edir. Asfalt örtüyü tamamilə dağılmış və təmirə ehtiyacı olan bu yollardan şəhər icra hakimiyyətinin də xəbəri var. Bundan başqa şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının qarşısında da yollarda böyük dərələr və çuxurlar əmələ gəlib. Bu da avtomobillə yaşadıkları ünvana gələn sakinlər üçün ciddi problemlər yaradır. Bəs niyə tədbir görünmür? Gəlin süjetdən izləyək. Gördüyünüz bu kadrlar Lənkəran şəhərinin mərkəzindəndir. İri və dərin çalalar, dağılmış asfalt örtüyü Lənkəran şəhərinin bir sıra küçələrində müşahidə olunur. Mirzə Məhəmməd Axund, İmadəddin Nəsimi, Azad Mirzəyev, Məhəmməd Əsədov və digər küçələrdə qəza şəraiti yaranmaqla yanaşı, avtomobil sahibləri hər gün maddi ziyanla da üzləşirlər. Yollar bərbar gündədir. Xahiş edir əlaqədar qurumlardan ki, bu yolları bərpa eləsinlər, düzəltsinlər. Qazancımızı elə qoyur bu detalların üstünə. Maşın detalları xarab olur, sıradan çıxır. Təkərlərimiz adımızı əyilir, yəni belə rastxod edir hər şey. Ancaq bəzi yerləri düzəldiblər. 1-2 gün bundan qabaq, yəni təzəyi də düzəldiblər. Yollar pis gündədir, ancaq yamaqdır. Yəni. Yaxşı demək olmaz. Bura bizim Nəsimi küçəsidir. Nəsimi küçəsi 3-4 il bundan qabaq dağılmışdı. Burada kanalizasiya sistemi gördü. Biz o zülümləri çəkdik 2 il. Sonra gəldilər, sağ olsun, asfaltladılar, ancaq asfaltımız çox zayıfdır. Görsən, ildə bir dəfə, 2 dəfə bu deşiklər, yamalar əmələ gəlir. Vaxtında onları təmir etsə biraz da yaxşı olar. Onların şotunda maşınlar bir-birinin üstünə gəlirlər, yamadan qastırmaq üçün. 8 küçənin asfaltlaşma işləri getmişdir. Tədbirlər planına uyğun olaraq vəsait ayrılacağı təqdirdə bu işlər davam edəcəkdir. Digər küçələr ki var, hansı ki onlar dalanlardır, o dalanlar da ölçülmüş, plana salınmış, növbəti mərhələlərdə bunlar olunacaqdır. Bundan başqa Lənkəran şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinə gedən yol da yararsız vəziyyətdədir. Övladlarını avtomobillə məktəbə gətirən valideynlərin sözlərinə görə yağıntılı havalarda yolda iri gölməçələr yaranır ki, bu da şagirdlər üçün məktəb yolunu keçilməz edir. Nəvəmi Şahmat məktəbinə həftədə 2-3 dəfə gətirirəm. Yağışda keçmə olmur, palçıq, lehmə içində. Antisanitariya baş alıb tutub burada. Özünüz baxdınız da, indi keçmə mümkündür. İndi yağış olanda 20-25 sm orada su olur. Ona görə ətraf hündürdür. Su ortada qalır, orada heç cür keçmə olmur. Uşaqlar da çox əziyyət çəkir. Demək olar ki, yağış yağanda məktəbin ətrafı bərbad vəziyyətdə olur. Valideyn gəlib maşından uşağını gətirə bilmir, uzaq bir məsafədə saxlayır. Sonra axşam sağı da uşaqlar dərsdən çıxandan sonra itlər, sahibsiz itlər doludur hər tərəfdə. Bir yandan da zibilxana, bu yanda antisanitariyadır. Həzi Aslanov xiyabanının yaxınlığında yerləşən Şahmat məktəbi 100-150 metr arasında məsafədir. Bu yol ölçülmüş, plana salınmış, növbəti mərhələdə icra olunacaqdır. Buna baxmayaraq həmin yol qum, çınqıl örtüyü vasitəsilə örtüləcəkdir. Qısa müddət ərzində örtüləcəkdir. Şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının qarşısında da uzun illər əvvəl çəkilmiş asfalt örtüyü yararsız vəziyyətə düşüb. Dağılmış asfalt örtüyü həm piyadalar üçün, həm də avtomobillə mənzillərinə gələn sürücülər üçün problemə çevrilib. Şəhərin Qala Xiyabanı, Raypo deyilən yaşayış masivi və mikrorayon ərazisində problem daha qabarıqdır. Yağış yağanda bu hamısı yanmadı burada. Buranın cəmiyyətin əlində qoca var, əli uşaqlı var, körpəli var. Uşaqlar məktəbə buradan gedib gəlirlər. Bura bir balaca sərqə samanı salınsa, biz də rahat evimizdən çıxıb mağazinə gedib qayıda bilərik. Bunlara çara çox qır, maşından keçmək olmur. Gündə şaraboyları yığdırırıq. Suya zada düşməyək, uşaqlar məktəbə gedir. Bunları doldurmuşuz, gətirmişik oradan buradan qırab zat tökmüşük, doldurmuşuz. Binaların qabağı hal-hazırda digər binalar olunmuşdur, asfalt örtüyü ilə örtülmüşdür. Əsasən Raypo ərazisində və mikrorayon ərazisində olan binalar ölçülmüş, plana salınmış və vəsait ayrılacağı təqdirdə həmin binaların qabağında da asfalt örtüyü döşənəcəkdir. Buna baxmayaraq həmin binalarda olan o çökəkliklər vətəndaşların rahat gediş gəlişi üçün qum çınqıl işləri görülmüşdür. Hal-hazırda o işlər davam edir.
Ümid edirik ki, Lənkəran şəhər icra hakimiyyətinin rəsmisinin dediyi kimi, sakinləri narahat edən təmirsiz yollara qısa zamanda asfalt örtüyü çəkiləcək. Beləliklə problem aradan qalxmış olacaq.